ailə dağılırsa, orada mütləq və mütləq mənim nöqteyi nəzərimcə orada günahkar xanımdır. 2 uşaqla boşanıb və əri təqsirkar birilən xanımlar mənim düşmənimdir. Mənim düşmənimdir. Ay Sərxan, bu günləri şiddət görən qadınlar var, o necə ayrılmasın? O zaman ikinci uşaq dünyaya gəlməyəcək. Artıq qadınlar düşmən elan edilir. Aktyor Sərxan Kərəmoğlu bütün məişət zorakılığı problemləri, iqtisadi çətinliklər, mental sağlamlıq problemləri, eləcə də effektiv dəstək mexanizmlərinin olmaması kimi problemləri bir kənara qoyur və boşanmalarda qadınları günahkar elan edir. O öz fikirlərini belə əsaslandırır ki, əgər ailədə qadına şiddət varsa, o zaman qadın ikinci uşağı dünyaya gətirməməlidir. Ancaq aktyor bilmir ki, məişət zorakılığı adətən gərginlik, partlayış, barışıq mərhələlərindən ibarət olur. Qadınlar çox vaxt həyat yoldaşlarının dəyişəcəyini ümid edərək münasibəti davam etdirirlər. Bir çox hallarda isə qadınlar həyat yoldaşları tərəfindən ikinci uşağı dünyaya gətirməyə məcbur edilirlər. Bəzən qadınların iqtisadi cəhətdən asılı vəziyyətdə olması, gedəcək yerlərinin olmaması, eləcə də cəmiyyətin qınağından qorxması onları zoraki münasibətdə qalmağa məcbur edir. Aktyor bütün bu reallıqları göz ardı edərək qadınları sadəcə günahkar deyil, həm də düşmən elan edir. Uşaqlardan isə arqument və təzyiq vasitəsi kimi istifadə edir. Mesajı isə budur ki, əgər qadın anadırsa, o bütün bu zorakılıqlara dözməlidir və boşanmaq, xüsusən də özünü müdafiə etmək haqqına sahib deyil. Ailə münasibətləri hər iki tərəfin iştirakı ilə qurulan mürəkkəb bir sistemdir. Boşanmaların isə müxtəlif səbəbləri ola bilər. Xəyanət, fiziki və ya psixoloji zorakılıq, alkoqolizm, narkomaniya və s. Bu səbəblərin hər biri isə həm kişi, həm də qadından qaynaqlana bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də qeyd olunur ki, ailə münasibətləri qarşılıqlı yardım və məsuliyyət üzərində qurulur. Məsələnin digər tərəfi də var. Unudulmuş, yaxud populyarlığı azalmış şəxslərin yenidən diqqət mərkəzindən düşmək üçün qalmaqal marketinqi metodundan istifadə etməsi klassik bir taktikadır. Ola bilər ki, aktyorun bu açıqlamaları onun PR kampaniyasının bir hissəsi olsun. Ancaq yenə də bu onun məsuliyyətini azaltmır. Əksinə, belə olan halda aktyor cəmiyyətə zərər vuracağını bilə-bilə bu fikirləri səsləndirmiş olur. Media isə aktyora platforma təqdim edərək onun bu zərərli fikirlərini ictimai müzakirəyə açmış olur. Zorakılığa haqq qazandırmaq, qurbanı günahlandırmaq və ya bir sosial qrupa qarşı nifrət təbliğ etmək alternativ fikir deyil, zərərli propagandadır. İnsan hüquqlarının pozulma mərhələsi də elə nifrət nitqinin özündən başlayır. Media isə nifrət nitqinin ifadə olunduğu propaganda vasitəsinə çevrilməli deyil, cinsi, milli, irqi, dini zəmində ayrı seçkilərə rəvac vermədən cəmiyyətin sağlamlığı üçün bir platforma olmalıdır.